Salam hörmətli izləyicilər. Qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarət İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, qeyd edim ki, bu günə biz Çərəkə kəndindəyik. Bir il bundan öncə Çərəkə kəndində Cənab Prezidentin sərəncamı ilə asfalt yollar salınmışdır bir neçə kənddə. O cümlədən Çərəkə kəndində də bu layihədə var idi və qeyd edim ki, həmin asfalt yollar salındıqdan sonra yolların kənarında müəyyən zədələnmələr oldu, yəni su kanallar keçilən yerlərdə və Çərəkə kənd əhalisi, sakinləri bizə müraciət etdi. Biz də getdik Göyçay Yolların İstismarı İdarəsinin rəhbəri Tehran müəllimlə danışdıq bu barədə, onlara bildirdik və çox sağ olsun, doğrudan da bu günlərin Göyçay Yolların Təmiri İstismarı İdarəsinin rəhbərliyi çox gözəl işlər görürlər Göyçay rayonunda. Xalq tərəfindən bunlar hər biri bəyənilir, dəstəklənir, çox sağ olsunlar, var olsunlar. Və bizim müraciətdən sonra artıq burada qeyd edim ki, həmin o yolun kənarı o zədələnmiş yerə düzəldilir. Yəni rəhbərlik tərəfindən göstəriş verilibdir və biz də bunu çəkib xalqa təqdim edirik ki, bax doğrudan da öz işində məsuliyyətli olan bizim çox gözəl məmurlarımız var. Eşq olsun hər birinə. Mən indi çəkib həmin o görülən işləri sizə təqdim edirəm. Bəli, göründüyü kimi, bax burada işlər artıq gedir. Yəni burada işçilər çalışırlar. Yəni indi birazdan bura beton maşını da gələcək. Bu gördüyünüz kimi, bax bu qıraq kənar yerlər hər biri betonlanacaq. Ki burada bu zədələnmiş yerlər bir daha belə deyək, orada çatlar yaranmasın. Bəli, çox sağ olsunlar. Mən bir daha Göyçay Yolların İstismarı İdarəsinin rəhbərliyinə minnətdarım bildirirəm. Hər birinə, çalışan burada fəhlələrə də çox olsunlar ki, bu işlər deyilən kimi dərhal yerinə getirilir. Yəni bizim müraciətdən sonra artıq məsələ həllini tapdı və biz də burada çəkirik, bunu təqdim edirik. İnşallah ki, birazdan qeyd etdiyim ki, yenə də burada əlavə olaraq qüvvələr gələcək, beton qarışdıran maşınlar ki, bu yolun bu kənarları düzəldilsin. Yəni bu çat yerlər görürsünüz, bu su axarı yerlərdir. Burada müəyyən bənd işləri gedəcək inşallah. Yəni bunlar ardıcıl olaraq həyata keçirilir. Müraciət olunduqda dərhal məsələ öz həllini tapır. Mən qeyd edim ki, bir neçə ay bundan öncə bu məsələ ilə əlaqədar biz müraciət etmişdik. Hal-hazırda gördüyünüz kimi, bax bu ətraf uçulan yerlər bax bu şəkildə bənd vuruldu, düzəldildi, çox yüksək səviyyədə. Bu ardıcıl olaraq həmin bəndlər vurulacaq və biz də bunu çəkib, yəni yenə də təqdim edirik ki, qoy görülsünlər ki, bəli, bax Azərbaycan dövlətində bizim belə gözəl, yəni xidmət göstərən məmurlarımız var xalqına, dövlətinə. Eşq olsun hər birinə. Baxın yoldaşlar, bax bu gördüyünüz kimi betonlaşma işləri gedir bu şəkildə. Bax bu su arxının qırağı bu şəkildə davamlı olaraq hər biri təmin olunacaq. Çox sağ olsunlar ki, bəli, biz də könüllü ictimaiyyətçi olaraq daima Cənab Prezidentin çağırışına qoşularaq yerlərdə xidmət göstəririk. Bəli, bizim birliyimizin təsisçisi hörmətli Təyyar müəllim Zülfüqarov da bəli, doğrudan da bu işi özlərinə götürüb və biz könüllülər olaraq bu xidməti həyata keçiririk. Bəli, Cənab Prezidentimizə eşq olsun. Cənab Prezidentin sərəncamı ilə qeyd edim ki, Göyçay rayonunda bir neçə kənd asfalt yola təmin olunubdur. Bəli, doğrudan da insanlar çox sevinirlər. Çünki yol rahatlıqdır, yol işıqdır. Bəli, eşq olsun bir daha Cənab Prezidentimizə ki, daima öz xalqına belə xidmət edir. Var olsun.